Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. İnsan davranışlarını yenə dərin şəkildə analiz etməyə davam edirik. Bugünkü mövzumuzda söhbət açacağam ki, narsist insanlar, yəni zülmkar insanlar hansı tip qurbanları seçir? Yəni kimlər onun tələsinə düşür? İlk öncə narsizm haqqında qısa bir məlumat. Narsizm biz bildiyimiz kimi bəsit, özündən razılıq, egoistlik deyildir. Düzdür, orada egoistlik var. Lakin narsizmdə belə bir xüsusiyyət var ki, öz egosu naminə, öz sistemini, saxta bir sistemini qorumaq naminə başqalarını istismar eləyir, maddi və mənəvi, özünü dəyərli hiss eləmək üçün başqalarını dəyərdən salır, alçaldır, özünü vacib hiss eləmək üçün daimi öz ünvanına təriflər yağdırır və yaxud da özünü tərifləyir. Hər zaman düşünür ki, hər şeyin ən yaxşısına o layiqdir. Hər kəs onun üçün çalışmalıdır. İnsanlar aldadılmağa layiqdirlər. Səadəlöv insanlar zəif insanlardır və istifadə olunmağa layiqdir. Hər şeyin ən yaxşısı odur, ən gözəli odur, ən qabiliyyətlisi odur, ən bacarıqlısı odur. Əgər dindardırsa, ən yaxşı dindar odur. Əgər manikendirsə, ən yaxşı maniken odur. Yəni bir sözlə bütün gözəlliklər, bütün talantlar, qabiliyyətlər ən yaxşı, mükəmməl şəkildə onun ətrafında toplanıb. Yəni bu tip insanlar əslində öz daxillərində zəif, gücsüz, sevgisiz, qorxudan çarpayının altında gizlənilmiş, incik, küskün, yaralı, ürkək bir uşaq gəzdirirlər. Və bu həqiqi kimliyi gizləmək üçün saxta kimlik özlərindən yaradırlar. Və ən böyük qorxuları da ifşa olunmaq qorxusudur. Və bu saxta kimliyini gizlətmək üçün onlar özlərinə bir çox qurbanlar seçirlər. Demək, indi bir-bir sadalamağa başlayacağım ki, hansı tip qurbanlar narsistlər tərəfindən seçilir. Birincisi, sərhəd qoya bilməyən insanlardır. Yəni, yox deyə bilməyən insanlardır. Ki, bunun da altında qəbul olunmamaq duyğusu yatır. Belə insanlar heç bir zaman günahkarlıq və utanma duyğuları hiss eləmək istəmirlər. Bu onlar üçün yıxıcıdır. Ona görə yox deyə bilmirlər. Narsist də onları bu duyğular üzərindən manipulyasiya edir. İkincisi, daimi özünü günahlandıran insanlar. Ki, birdən kimisə xətrinə dəyərəm, birdən kiməsə ağır söz deyərəm, birdən uyğun hərəkət eləmərəm. Elə ona görə də narsist bu insanları bu şəkildə manipulə eləyir. Özünü günahlandırma xüsusiyyətini bilir və ona görə onu özünə bağlayır. Üçüncüsü, travmatik keçmişi olan insanlar. Valideynlər tərəfindən və yaxud da valideynləri də yoxsa emosional cəhətdən onu boya başa çatdırmış, ona tərbiyə vermiş, emosional cəhətdən onlara yaxın olan insanlar tərəfindən psixoloji, fiziki şiddətlər tətbiq olunmuş və yaxud da laqeyd yanaşılmış bu insanlar tərəfindən. Hansı ki, bu insanlarda daimi bir boşluq var. Təməl ehtiyacları ödənilməyibdir. Sevgi, hörmət və qayğı. Və narsist bu insanları bu yöndən manipulə edərək ələ almağa çalışır. Dördüncüsü, mərhəmətli insanlar. Yəni, hər şeyi bağışlayan insanlar. Narsist də bu insanların mərhəmətindən istifadə edərək manipulə edir. Beşincisi, negativ emosiyaları yaşamaqda çətinlik çəkən insanlar. Yəni, negativ emosiyalara qarşı dözümsüzlük nümayiş elətdirən insanlar ki, yəni, məsəl üçün, o adam çox həyəcanlana bilməz, qəzəblənə bilməz, kontroldan çıxır. Elə ona görə də konflikt olmasın deyənə narsistin hər dediyinə neynirlər? Razılaşırlar. Altıncısı, xilaskar rolunda yaşayan insanlar. Hansı ki, özlərini məcbur edirlər ki, mən hər kəsə kömək eləməliyəm, hər kəsi xoşbəxt eləməliyəm,
hər kəsin yanında olmalıyam. Və narsist də onların bu xüsusiyyətlərindən istifadə edərək manipulə edir. 7-incisi, empatiya qabiliyyəti yüksək olan insanlarda. Yəni, bir hadisə baş verən kimi o saat özünü onların yerinə qoyur. Yəni, biri var adi mərhəmətli, yəni ümumi mərhəmətdir. Yəni, hər halükarda, yəni, insanın davranışlarına görə və yaxud da onun düşüncəsinə görə, yəni onu yargılamayıb, onu anlamağa çalışmaqdır. Amma bu güclü empatik insanlar, yəni fərq orasındadır ki, o birbaşa onun negativ duyğularından rezonansa girir. Yəni o üzülürsə, o da üzülür. O ağlayırsa, empat da ağlamağa başlayır ki, narsistlərdə də özlərini yazıq kimi göstərmə qabiliyyəti var. Onlar da belə görürsən, timsah göz yaşları tökürlər və bundan istifadə edərək bu cür insanları manipulə edirlər. Və 8-incisi, çəkingən şəxsiyyət tipi və pozuntusuna mənsub özgüvənsiz insanlar. Çünki onlar ümumiyyətlə həyatda nəyisə bir şeyi bacaracağına inanmırlar. Nəyisə bir şeyi tək başına həll edəcəyinə inanmırlar. Onlar hətta inanmağa başlayırlar ki, mən yalnız böyüklərimə, məndən güclülərə tabeyəm. Mən tək başına ümumiyyətlə heç özümə yemək də pişirə bilmərəm, həyata da atıla bilmərəm. Narsist də belə insanları çox gözəl manipulə edir, onları izolyasiya eləməklə. Və narsistin özündən başqa dünyanın mövcud olmadığını möhkəm şəkildə onlara qəbul etdirməklə. Diqqətinizə görə minnətdaram. Sağ olun.